Septol nədir? Əsas bölgünün 4 bərabər hissə əvəzinə 7 bərabər hissəyə bölünməsi septol adlanır. Məsələn, bir çərəyi biz 4 yerə böləndə 4 dənə 16'lıq alınırsa, üzərinə xəyali olaraq da 3'ünü gəlsək, yəni həmin bir vəyə 4 16'lıq yerləşdirmək əvəzinə 7 dənə 16'lıq yerləşdirsək, 7 bərabər paya 7 bərabər 16'lığa bölsək, bu adlanacaq septol. İndi əyani olaraq baxaq necə olur. Əsas bölgünü göstərək əvvəlcə. Bir çərəyə, bir və ya uzanma müddətinə 4 16'lıq yerləşir əsas payda. Do, re, mi, fa, sol, la, si, do, si, la, sol, fa, mi, re, do. Bəs septolda necə olur? Do, re, mi, fa, sol, la, sol, sol, la, si, do, re, mi, re. Bu bir vəyə biz bunu yerləşdiririk. Do, re, mi, fa, sol, la, sol, la, si, do, re, mi, re. Bir çərəyə 7 dənə 16'lıq yerləşdirdik və geriyə də qaydanda do, si, la, sol, fa, mi, re. Do, si, la, sol, fa, mi, re. Bir çərəyə yerləşdiririk bir vəyə və yuxarı qalxanda da yenə eynən dirijorluq hərəkətində əli yuxarı qaldıranda fa, mi, re, do. Ağır-ağır göstərim. Bir dəqiqə. Aha. Fa, mi, re, do. Fa, mi, re, do, si, re, do. Bir vəyə yəni. Fa, mi, re, do, si, re, do. Do, re, mi, fa, sol, la, sol. Sol, la, si, do, re, mi, re. Do, si, la, sol, fa, mi, re. Fa, mi, re, do, si, re, do. Yəni, biz bir vəyə, bir çərəyə do, re, mi, fa əvəzinə do, re, mi, fa, sol, la, sol yerləşdiririk. Sol, la, si, do əvəzinə sol, la, si, do, re, mi, re yerləşdiririk. Do, si, la, sol 4 not əvəzinə bir vəyə do, si, la, sol, fa, mi, re biraz daha qısa olur və daha tez olur. Fa, mi, re, do əvəzinə fa, mi, re, do, si, re, do bir vəyə yerləşdiririk, sıxışdırırıq. Fa, mi, re, do, fa, mi, re, do, si, re, do daha sürətlə daha qısa olur. Həmin 16'lıqlar o 4 16'lığın içindən 3 dənə 16'lıq da əlavə sığışır. Yəni o 4 16'lığın payından alırlar. Daha qısa olur səslənmə etibarilə və necə bilək ki, bu septol 7 16'lıq hansı uzunluğa bərabərdir? Bilirik ki, 4'ə bölüb 3'ünü əlavə artırmışıq. Yaşılla qeyd etmişəm burada. Sol, la, solu. Həmin o 3 əlavə etdiyimiz artığı bağlayırıq. Nə qalır? 7'dən 3 dənəsini çıxırıq, qalır 4'ə. Axı biz əsas bölgünü 4 bərabər hissəyə bölüb üstünə də 3 dənə artırmışıq özümüzdən. Ona görə o 4 dənə qalır. 7 16'lıq bərabər olacaq bir çərəyə. Necə ki, 4 16'lıq bir çərəyə bərabərdir. Çərəyi 4 yerə böləndə 16'lıq alınır deyə.